Bura Azərbaycanda bəlkə də haqqında ən çox danışılan 5 restorandan biridir. Məsələ burasındadır ki, caddə ölkədə ilk dəfə kebab setini dəbə salan məkan olaraq tanınır. Bu öz yerində. Bir də buranın xidməti və keyfiyyəti çox danışılır. Bəyənənlər də olur, bəyənməyənlər də. Biz bu dəfə 2 nəfərlik kebab setini yoxladıq. Bu 4 nəfərliyin kiçik formasıdır. Qarışıq kebablar, salatlar, məzələr, fındıq lahmacun, puf çörək və 2 ədəd ayran daxildir. Qiyməti 35 manatdır. İnsafən desək doyumlu setdir. Keyfiyyət məsələsinə gəldikdə kebabları normaldır. Buranın ən çox toyuq kebabını bəyənirəm. Çox yaxşı hazırlanır. Lahmacunları bu dəfə biraz soyuq idi. Çox da bəyənmədim. Lülə kebab isə keçən dəfəkindən daha yaxşı idi məncə. Caddədən narazı gedənlər olub. Yazırlar ki, biz gedəndə belə deyildi, ürəyimizcə olmadı və s. və ilaxır. Amma sizə bir söz deyim, mən bura 3 dəfə gəlmişəm. Üçündə də qonaq bolluğundan boş masa tapmaq olmur. Əlbəttə ideal yeri yoxdur. Bir yeri hamı bəyənə bilməz. Amma caddə öz keyfiyyətini qorumasa məncə bu qədər müştərisi də olmaz. Xüsusilə ailələr bura çox gəlir, bir də məkanın daimi müştəriləri var. Restoran Aşıq Molla Cümə küçəsi 1A ünvanında Russell Park otellə üzbəyüz yerləşir.